Azərbaycan Texniki Universitetində günlərlə davam edən, gərgin, eyni zamanda yüksək əzmkarlığın və birliyin nümayiş etdirildiyi Spartakiyada bugün sona çatır. Qaliblərimiz yalnız öz qələbələrinə deyil, həmçinin dostluğun təntənəsinə də sevinirlər. Ulu Öndər, ümumi lider Heydər Əliyevin 102-ci il dönümünə mərasimlə bağlı keçirildi və bu tədbirlə bağlı Azad Həmkarlar İttifaqına və universitetin rəhbəri Vilayət müəllimə təşəkkürümüzü bildiririk. Həqiqətən də gözəl tədbir idi. Bir çox nominasiyalar uğrunda yarışlar keçirildi və yarışlar həm tələbələr, həm müəllimlər arasında möhtəşəm şəkildə təşkil olunmuşdu və sonunda mükafatlandırma mərasimi də oldu. Buna görə təşəkkür edirik. Bu əlbəttə tələbələr üçün bir stimuldur. Onların inkişafına, sosial inkişafına böyük rol oynayır. Və bu əlbəttə mən fikirləşirəm ki, bu gözəl bir tədbirdir. Təşəkkür ederim. Təbii ki, qələbə də önəmlidir, amma komandanın birliyi daha mənim üçün dəyərlidir. Çünki qalibiyyət bir anlıqdır, amma komanda ilə yoldaşlıq ömürlükdür.